Səhabə rəvayət edir ki, bir dəfə biz Peyğəmbər sallallahu aleyhi və səlləmə şikayət edib dedik, bizim üçün kömək diləməyəcəksənmi? Bizim üçün Allaha dua etməyəcəksənmi? O buyurdu, sizdən əvvəl yaşamış möminlərdən birisini tutub torpağa bastırardılar. Sonra da mişar gətirib onun başının tən ortasında qoyar və onu iki hissəyə bölərdilər. Lakin bu işgəncə onu dinindən döndərə bilməzdi. Uca Allah buyurur, insanlar elə güman edirlər ki, təkcə iman gətirdik demələri ilə onlardan əl çəkiləcək və onlar imtihan edilməyəcəklər. Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Ayənin burasına xüsusi diqqət edin. Uca Allah bizi nə üçün imtihan etdiyini xəbər verir. Uca Allah buyurur, sözsüz ki Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.